də Felipe Santos öz Instagram hesabında paylaşım etdi ki, yəni müharibəyə hazıram. Yəni bu dueli müharibə ilə bir tutur. Əslində futbolçularda bu çox yaxşıdır. Biz çempionat oyununda xatırlasaq Felipe Santosdan həmin o qırmızı vərəqə aldıqdan sonra İntizam Komitəsinin qərarları Qarabağ futbolçularını istər-istəməz yəqin ki, əsəbləşdirdi, bir qədər həyəcanlandırdı. İndi çempionatın birinci oyunda Qurban Qurbanovun planşetlə həmin o epizodları çox danışıldı. Yenə də Qurban Qurbanovun nadir hallarda biz bu qədər emosional görürük. İlk dəfə idi hətta bu qədər belə səviyyədə emosional gördük. O da mətbuat konfransında bildirdi ki, yəni həm öz futbolçumu əsəbləşdim, penalti epizodunda ola bilsin ki, qərar doğru idi. Bütün bunların hər şeyin yığıldığı bir maç olacaq, bir final görüşü olacaq və xüsusən də bu oyuna indi Araz Naxçıvan daha rahat çıxa bilər. Əgər birinci oyunda Qarabağ qələbə qazansaydı minimal hesabla və yaxud da ki, qolsuz seçici olsaydı və yaxud da ki, sadəcə seçici olsaydı fərq etməz. Araz Naxçıvan bu qədər bu oyuna köklənməzdi. Bu qədər şanslı saymayacaqdıq onu biz, ümumiyyətlə heç kim futbol ictimaiyyətində. Yəni, həqiqətən bu mövsüm kubok yarışı çox sevindirir və açığı yarı finallar belədirsə, finalın necə olacağını təxmin etmək də çox çətindir. Və mən tam səmimi deyirəm, həqiqətən bu mövsümki kubok çox sevindirir. Yəni, bu oyunları səbirsizliklə biz özümüz, yəni şirkətdə, işdə olanda, verişlərdən kənar söhbət edəndə bir-iki həftədə artıq kubok oyunlarından danışırıq. Çempionat oyunlarını hətta ikinci plana keçib bu mənada kubok oyunlarından danışırıq. Nə olacaq, necə olacaq? Həm də play-off həyəcanı başqadır. Yəni, artıq birbaşa məğlub olan mübarizədən çıxır, o tamam başqa həyəcan yaşadı komandaların özlərinə. Və bu prinsipiallığı həm də biz sabah Neftçi oyunda görürük, orada da yaşananlar. Bilirsən, bu hakim səhvləri və hakimlərin mübahisəli qərarları, Elvin Camalov situasiyası, Araz Naxçıvan Qarabağ son çempionat oyununda yaşanan dava və s. Felipe Santos'un qırmızı vərəqəsi, Musa Qurbanın davranışı, onun və qırmızı vərəqə almaması, bunun müzakirə olunması. Burada əslində bu yaşananda və bu dönəmdə, sən bunu yaşanan dönəmdə bunu müzakirə edəndə negativ şey çoxdur. Amma üzərindən vaxt keçəndə bunu yenə də çox isti xatırlayırsan. Necə ki, biz indi azarkeşlərimiz, həm Neftçi azarkeşləri, həm Xəzər Lənkəran azarkeşləri o duelləri yada salırlar, böyük oyunları yada salırlar. Amma böyük oyunlarda yaşanan qalmaqalların sayı bəlkə də oyunların sayından çox olub. Hakim qərarları müzakirə olunub, futbolçu səhvləri, azarkeşlər arasında yaşananlar, azarkeş futbolçular arasında münasibətlərində yaşananlar və s. Negativlər çox olub. Amma indi necə xatırlanır? Gör, necə böyük oyun idi, necə prinsipiallıq var idi. Və bu da belədir. Yəni, biz bir çox məsələləri deyirik ki, belə olmasaydı yaxşı olardı, o dava olmasaydı yaxşı olardı. Amma üzərindən vaxt keçəndə və hansısa bir ciddi fəsad olmadı da, yəni davadan sonra kimisə ciddi xəsarət almadı və ya Elvin Camalovun situasiyasında kimsə hansı bir cəza almadı, nə bilim, Elvin Camalov cəza almadı, kənarlaşdırılmadı. Negativləri qoysaq kənara, bu prinsipiallığın artması oyunlara, futbola marağa, turnirə marağa çox müsbət təsir göstərir. Məncə, belə şeylərin yaşanması bir həddə qədər əlbəttə ki, idmanda, nəinki futbolda heç də pis deyil. Elə